Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump Tehran tərəfindən Hörmüz boğazının tam, dərhal və təhlükəsiz şəkildə açılması şərti ilə İrana qarşı bombardmanları və hücumu 2 həftəlik müddətində dayandırmağa tam hazır olduğunu bildirib. Bu barədə o, Truth sosial şəbəkə hesabında yazıb. Trump'ın sözlərinə görə bu qərar onu gecə İrana qarşı planlaşdırılan dağıdıcı gücün tətbiqindən çəkinməyə çağıran Pakistanın baş naziri Şahbaz Şərif və Feldmarşal Asim Munirlə aparılan danışıqların yekununda qəbul edilib. Amerika lideri qeyd edib ki, söhbət ikitərəfli atəşkəsdən gedir. O, həmçinin iddia edir ki, Amerika Birləşmiş Ştatları artıq qarşıya qoyulan bütün hərbi məqsədləri yerinə yetirib və hətta onları aşıb. Eləcə də İranla və Yaxın Şərqdə uzunmüddətli sülhə dair yekun razılaşmanın hazırlanmasında əhəmiyyətli dərəcədə irəliləyib. Trump'ın sözlərinə görə Vaşinqton İrandan 10 bəndlik təklif alıb və onu danışıqlar üçün mümkün əsas kimi nəzərdən keçirir. Onun iddiasına görə Amerika Birləşmiş Ştatları və İran arasında əvvəlki mübahisəli məsələlərin əksəriyyəti üzrə artıq razılıq əldə olunub. 2 həftəlik müddət isə razılaşmanın yekunlaşdırılması və imzalanması üçün lazımdır. Amerika Birləşmiş Ştatları adından prezident kimi həmçinin Yaxın Şərq ölkələrini təmsil edərək bu çoxdankı problemin öz yekun həllinə yaxın olmasını şərəf hesab edirəm. O vurğulayıb. Xatırladaq ki, Amerika Birləşmiş Ştatları və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Buna cavab olaraq İran, İsrailə və Körfəz ölkələrindəki Amerika Birləşmiş Ştatları hərbi bazalarına hücum edib. İranın Ali Milli Təhlükəsizlik Şurası isə Amerika Birləşmiş Ştatları üzərində qələbə qazandıqlarına dair bəyanat yayıb və Ağ Evin qəbul etdiyi şərtləri açıqlayıb. Bəyanatda Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump'ın Tehranın 10 bəndlik təklifini qəbul etdiyi iddia olunur. Düşmən İran xalqına qarşı apardığı müharibədə sarsıdıcı məğlubiyyətə uğrayıb. İslam Respublikası Amerikanı 10 maddəlik planını qəbul etməyə məcbur edib. Bəyanatda bildirilib. Ali Milli Təhlükəsizlik Şurası İranın Ağ Evə təkliflərini də açıqlayıb. Bu planda Amerika təcavüz etməməyə, İranın Hörmüz boğazı üzərindəki nəzarətinin davam etməsini, uranın zənginləşdirilməsini qəbul etməyi, bütün sanksiyaların ləğvini, BMT Təhlükəsizlik Şurası və Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdə qəbul olunan bütün qətnamələrə son qoymağı, İrana dəymiş zərəri ödəməyi, Amerika Birləşmiş Ştatları ordusunun bölgədən çıxarılmasını və bütün cəbhələrdə, o cümlədən Livanın İslami müqavimətinə qarşı müharibəni dayandırmağı qəbul edib. Ancaq İran Ali Milli Təhlükəsizlik Şurasının İslam Respublikasının Amerika Birləşmiş Ştatları üzərində qələbə qazanmasına dair bəyanatı Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump'ı qəzəbləndirib. Trump bu barədə Truth sosial şəbəkə hesabında yazıb. CNN tərəfindən yayımlanan bəyanat CNN-in də yaxşı bildiyi kimi saxtakarlıqdır. İranın rəsmi bəyanatı Xarici İşlər Naziri Abbas Araqçının sosial şəbəkə hesablarında bölüşdüyü sənəddir. O bəyanatı Truth'da paylaşdı. Səlahiyyətlilər saxta CNN World bəyanatının verilməsində cinayət izi müəyyən etməyə çalışırlar. CNN-ə hər zamanki kimi bərbad reportajlarına görə tam üzr istəyərək bu bəyanatı dərhal geri götürməsi əmr edilir. Araşdırmanın nəticələri yaxın gələcəkdə elan ediləcək, Trump yazıb. Qeyd edək ki, İran Xarici İşlər Nazirliyi başçısının bəyanatı Ali Milli Təhlükəsizlik Şurasına istinadla yayılsa da sənədlərin mətnində fərq var. İsrail Baş Nazirinin X hesabında da 2 həftəlik atəşkəslə bağlı açıqlama yayılıb. Açıqlamada bildirilir ki, İsrail İranın boğazları dərhal açması və Amerika Birləşmiş Ştatları İsrail və region ölkələrinə qarşı bütün hücumları dayandırması şərti ilə Prezident Trump'ın İrana qarşı hücumları 2 həftə müddətinə dayandırmaq qərarını dəstəkləyir. İranın Xarici İşlər Naziri Abbas Araqçı İslam Respublikası adından bölgədəki müharibəyə son qoymaq üçün göstərdiyi səylərinə görə Pakistanın baş naziri Şahbaz Şərif və Feldmarşal Asim Munirə təşəkkür edib. Bu barədə o X sosial şəbəkə hesabında yazıb. İran İslam Respublikası adından bölgədəki müharibəyə son qoymaq üçün göstərdiyi yorulmaz səylərə görə əziz qardaşlarım Pakistanın baş naziri Şərifə və Feldmarşal Munirə təşəkkür və minnətdarlığımı bildirirəm. İrana qarşı hücumlar dayandırılarsa, silahlı qüvvələrimiz öz müdafiə əməliyyatlarını dayandıracaq. 2 həftə müddətində İranın silahlı qüvvələri ilə koordinasiya vasitəsilə və texniki məhdudiyyətlər lazımi qaydada nəzərə alınmaqla Hörmüz boğazından təhlükəsiz keçid mümkün olacaq, Araqçı bildirib.
Pakistanın baş naziri Şahbaz Şərif isə X hesabında İranla Amerika Birləşmiş Ştatları və onun müttəfiqləri arasında atəşkəslə bağlı razılığa gəlindiyini yazıb. Paylaşımda bildirilir. Böyük təvəzzökarlıqla elan etməkdən məmnunluq duyuram ki, İran İslam Respublikası və Amerika Birləşmiş Ştatları öz müttəfiqləri ilə birlikdə Livan və digər ərazilər də daxil olmaqla hər yerdə atəşkəs barədə razılığa gəliblər. Atəşkəs razılaşması dərhal qüvvəyə minməlidir. Bu müdrik jesti hərarətlə alqışlayır, hər iki ölkənin rəhbərliyinə ən dərin minnətdarlığımı bildirir və bütün mübahisələri həll edəcək yekun razılaşma üzrə əlavə danışıqlar aparmaq məqsədi ilə onların nümayəndə heyətlərini 10 aprel 2026-cı il Cümə günü İslamabada dəvət edirəm. İslamabad danışıqları davamlı sülhə nail olmaqda uğur qazanacaq. Baş nazir qeyd edib. Regiondakı müvəqqəti sabitlik razılaşması fonunda İran və Omanın 2 həftəlik atəşkəs müddətində Hörmüz boğazından keçən gəmilərdən rüsum almaq niyyətində olduğu bildirilir. Bu barədə Associated Press məlumat yayıb. Məlumata görə yığılan məbləğ hərbi əməliyyatlar nəticəsində dağılan infrastrukturun bərpasına yönəldiləcək. İsrailin baş naziri Benyamin Netanyahunun 2 həftəlik atəşkəs razılaşması ilə bağlı açıqlaması isə diqqət çəkib. İsrail hökumət başçısının dəftərxanası Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump'ın zərbələrin dayandırılmasını elan etməsindən bir neçə saat sonra bəyanat yayıb. Bəyanatda Amerika Birləşmiş Ştatları və İran arasında müvəqqəti atəşkəs haqqında razılaşmanın Livana şamil edilmədiyi bildirilib. Sənəddə həmçinin qeyd olunur ki, İsrail Ağ Evin İranın bir daha Amerika Birləşmiş Ştatları, İsrail, İranın ərəb qonşuları və bütün dünya üçün nüvə, raket və terror təhlükəsi yaratmamasına yönəlmiş səylərini dəstəkləyir. Vurğulanıb ki, Amerika tərəfi qarşıdan gələn danışıqlar zamanı bu məqsədlərə nail olmaq niyyəti barədə İsraili məlumatlandırıb. 2 həftəlik atəşkəs rejiminin Livan ərazisini əhatə etmədiyi ayrıca qeyd edilib. Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump isə AFP-yə açıqlamasında ölkəsinin tam və qəti qələbə qazandığını açıqlayıb. Stat: İranla 2 həftəlik atəşkəs razılaşması əldə edildikdən sonra Amerika Birləşmiş Ştatları tam və qəti qələbə qazanıb. Tam və qəti qələbə 100% və bu barədə heç bir şübhə yoxdur. Statın sonu. Amerika Birləşmiş Ştatları lideri razılaşma pozularsa, İranın mülki elektrik stansiyalarını və körpülərini darmadağın etmək barədə ilkin təhdidlər barədə suala ətraflı cavab verməyib. Bunu görməli olacaqsınız, o bildirib. Onun sözlərinə görə İranın zənginləşdirilmiş uranı məsələsi həll ediləcək. İranı 2 həftəlik atəşkəs razılaşması üçün danışıqlar masasına gətirməyə Çinin kömək etdiyinə inanıram, Trump əlavə edib. Amerika Birləşmiş Ştatları prezidenti Truth sosial şəbəkə hesabındakı paylaşımında isə sülh üçün böyük gün olduğunu bildirib. O, eyni zamanda hamının bu vəziyyətdən bezdiyini vurğulayıb. Stat: Dünyada sülh üçün böyük gündür. İran bunun baş verməsini istəyir. Onlar artıq kifayət qədər yorulublar. Amerika Birləşmiş Ştatları Hörmüz boğazında yaranmış nəqliyyat sıxlığının aradan qaldırılmasına kömək edəcək. Çoxlu müsbət addımlar atılacaq. Böyük pullar qazanılacaq. İran yenidən qurma prosesinə başlaya bilər. Biz müxtəlif növ təchizatla yüklənəcəyik və hər şeyin qaydasında getdiyinə əmin olmaq üçün sadəcə orada qalacağıq. Mən buna inanıram ki, belə də olacaq. Amerika Birləşmiş Ştatlarında yaşadığımız kimi bu, yaxın şərq üçün də qızıl dövr ola bilər. Statın sonu. Washington Post isə Pentagon rəhbəri Pete Hegseth'in Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump'a Birləşmiş Ştatlar qüvvələrinin müharibədə üstün mövqe qazandığına dair prezidentə yanlış informasiya verildiyinə dair məlumat yayıb. Ağ Evin adı açıqlanmayan rəsmisi jurnalistlərə bildirib ki, Hegseth prezidentə yalan danışır və nəticədə prezident yanlış məlumat yayır. Nəşr Amerikalı pilotların xilas etmə əməliyyatını misal gətirir. Bu əməliyyat Hegseth'in hava üstünlüyü iddialarına baxmayaraq Tehranın Amerika Birləşmiş Ştatları hərbi personalını təhdid etməyə qadir olduğunu nümayiş etdirib. Məqalədə həmçinin Hegseth'in İran səmasına tam nəzarətin əldə edilməsi ilə bağlı son həftələrdə təqdim etdiyi statistikada şübhə altına alınıb.
Hexet həftələrdir İranın hava hücumundan müdafiə sistemlərinin olmadığını və Amerika Birləşmiş Ştatlarının hava hücumlarına qarşı heç nə edə bilməyəcəyini iddia etsə də, Trump bazar ertəsi günü Ağ Evdə keçirdiyi mətbuat konfransında daşına bilən raketin F-15 təyyarəsini vurduğunu etiraf etdi, deyə məqalədə bildirilib. Amerika Birləşmiş Ştatları və İran arasında əldə edilən 2 həftəlik razılaşma fonunda dünya bazarlarında neftin qiyməti kəskin aşağı düşüb. Hazırda Brent markalı neft $95 4 sentə, yüngül neft isə $96 72 sentə təklif edilir. Xatırladaq ki, ötən gün Brent markalı neft $111 70 sentə, yüngül neft isə $116 44 sentə təklif edilirdi. Həmçinin aprelin 7-si Azeri Light markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1 Amerika Birləşmiş Ştatları dolları və ya 0,7% azalaraq $140 68 sent təşkil edib.